Otaqdakı 9 nəfər şoumuzun bugünkü iştirakçılarıdır. Onlar qazanılması mümkün olan 9000 yeni Azərbaycan manatı uğrunda mübarizə aparacaqlar. Sonda oyunçulardan yalnız biri toplanmış ümumi məbləğə sahib olacaq. Digər oyunçular isə raundlar arası səs vermədən sonra bir-bir oyunu zəif bənd kimi tərk edəcəklər. Zəif bənd oyununa xoş gəlmisiniz. Studiyadakı 9 iştirakçıdan hər hansı biri bugün 9000 manat uda bilər. Onlar bir-birlərini tanımırlar, ancaq əgər həmin məbləği udmaq istəyirlərsə gərək bir komanda şəklində birləşsinlər. Onlardan 8-i buradan əli boş gedəcək, belə ki, hər raundun sonunda komanda kimin zəif bənd olduğuna səs versə, həmin oyuncu studiyanı tərk edəcək. Komanda ilə tanış olaq. Əyyub, Sumqayıtda yaşayıram, 37 yaşım var, yazıçıyam. Adım Süleymandır, 43 yaşım var, Bakı şəhəri turizm sahəsində çalışıram. Afaq, 30 yaşım var, Bakı şəhərin sahibkar. Mahir, 38 yaş, Gəncə şəhərindən gəlmişəm, həkiməm. Eldar, Qəbələ şəhəri, 46 yaşım var, müəllim. Təxminən 25 yaşım var, Bakı şəhəri bioloq. Bioloqdur, müəllimdir, bunlar işə yarayır. yaşım var, Bakı şəhəri mühəndis. Mən Xalidə, Sumqayıtda yaşayıram, 18 yaşım var, özüm tələbəyəm. Hansı universitet, neçənci kurs? 29 yaşım var, mühafizəçi. İndi isə qaydalar haqqında. Hər raundun uduş məbləği 1000 manatdır. Bu pulu əldə etməyin ən qısa yolu 9 düzgün cavabdan ibarət zəncir yaratmaqdır. Amma sizlərdən biri suala düzgün cavab verməyəndə zəncir qırılacaq, topladığınız pullar itəcək və siz zənciri yenidən qurmalı olacaqsınız. Topladığınız pulları təhlükədən qormağın isə yalnız bir yolu var. Siz sual səslənənə qədər bank söyləməlisiniz. Unutmayın ki, raundun sonunda yalnız banka qoyduğunuz pullar sizinki olacaq. Və biz oyun adı əlifba sırasına görə əvvəl gələn oyuncudan başlayırıq. Afaq. Bu sizsiz. Zəif bənd oyununa başlayırıq. İlk sualın dəyəri 25 manatdır. Vaxt getdi. Afaq, Azərbaycanda adı F hərfi ilə başlayan yeganə rayon hansıdır? Füzuli. Bas. Füzuli. Mahir. Həndbolda topu qapıya atırlar, yoxsa səbətə? Qapıya. Səbətə. Düz deyil, qapıya. Eldar. Texnikum rəhbərinin vəzifəsi necə adlanır? Direktor. Düzdür. Təxminən. Bunlardan hansı ağac deyil, vələs yoxsa vələmir? Vələmir. Düzdür. Talih. Rus məsəlində insanı libasına görə qarşılayıb, nəyinə görə yola salırlar? Ədəbinə. Bas. Ağlına görə. Ağlına Xalidə. Solo sözünün hərfi mənası nədir? Tək başına yoxsa xorla? Tək. Düz deyil, tək başına. Əlişir. Solonu tək. Molla Hə, Nəsrəddin yaxşı, jurnalında təzə şey. hop imzası ilə çap olunan şair kim idi? Bas. Mirzə Ələkbər Sabir. Əyyub. Fruktoza şirin olur yoxsa turş? Şirin. Düzdür. Süleyman. Dubay şəhəri hansı ölkədədir? Birləşmiş Ərəb Düzdür. Əmirlikləri. Afaq. Bank. Hipopotam heyvan adıdır yoxsa uşaq yeməyi? Heyvan adı. Düzdür. Mahir. Bank. Dədə Qorqud filmində... Oyandılar, axır oyandılar. Düzdür. Eldar. Bu rayonlardan hansı Bakıya yaxındır? Şamaxı yoxsa Şəmkir? Şamaxı. Düzdür. Təxminən. Bank. Təbii qızıl hansı rəngdə olur? Sarı. Açıq sarı. Düzdür. Talih. Bez yun parçadır yoxsa pambıq? Pambıq. Düzdür. Xalidə. Dağın ən yüksək nöqtəsi necə adlanır? Zirvə. Düzdür. Əlişir. Çin sosialist dövlətdir yoxsa kapitalist? Sosialist. Düzdür. Əyyub. Bank. Məşhur sərkərdə Qəşəng. Əmir Teymur tarixdə hansı ləqəblə yadda qalıb? Topal. Düzdür. Süleyman. Kardinal dini rütbədir yoxsa hərbi rütbə? Dini Düzdür. rütbədir. Afaq. Bank. İtaliyanın dövlət dili hansıdır? İtalyan. Düzdür. Mahir. Bank. Arfa simli musiqi alətidir yoxsa klavişli? Simli. Düzdür. Eldar. Bank. Bill Clinton'dan sonra ABŞ prezidenti seçilmiş respublikaçı kimdir? George Bush. Düzdür. Təxminən. Bank. Qum saatları əqrəblidir yoxsa əqrəbsiz? Əqrəbsiz. Düz deyil, əqrəbsiz. Talih. Qum salıdır, Azərbaycan qumdandır. cənubdan hansı dövlətlərin sərhəddir? İran. Düzdür. Xalidəm. Bank. Qoşma əsas nitq hissəsidir yoxsa köməkçi? Köməkçi. Düzdür. Əlişir. Qırmızı kitaba heyvanlardan başqa daha nə daxil edilir? Dalam. Bas. Bitkilər. Dalam Əyyub. nə dərsiniz? Qriqori Hə, ay dalam. təqvimidir yoxsa günəş? Ay. Düz deyil, günəş. Süleyman. Azərbaycanda mədəniyyət bayramlarının bədii hissəsi adətən Üzeyir Hacıbəyevin hansı uvertürası ilə başlayır? Köroğlu. Düzdür. Afaq. Bank. Karting idman növüdür yoxsa incəsənət əsəri? İdman növü. Düzdür. Mahir. Bank. Eldar Rizyanov hansı ölkənin rejissyorudur? Rusiyanın. Salam aleykum Eldar. baba. Bank. Lakey ağadır yoxsa nökər? Nökər. Düzdür. Təxminən. Bank. Apinnin Bu niyə yarımadası konuşuyor hansı baba? qitədədir? Sən konuşmaz.
Düz deyil Avropada. Talih. Vaxt bitdi və siz bu raundda Mikrofon düzəlt. 475 manat qoya bildiniz. Bu məbləğ isə 1000 manat Necə düzəldim? bilərdi. Dolu başdansa Cızırtılır. Səs gəlir. Devam dostum. dolu cib yaxşıdır deyə düşünən kimdir? Kimin bundan sonra savadı ilə övünməyə haqqı yoxdur? Biriniz buradan əli boş gedəcək. Çox söz soxural o. Vaxtıdır. Daha çox suala doğru cavab vermiş Eldar güclü bənddir. Statistikaya əsasən ilk raundun zəif bəndi isə Əlişirdir. Bəs komanda ilə heç tanış olmağa Eldar macal bütün suallara tapmamış, cavab oyunu verməz. tərk edən kim olacaq? Səsvermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Təxminə. Təxminə. Talih. Talih əlvida yazıb altına. Əlişir. 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 Yəni görsəm nə çəkmişdi altı. Əlişiri göndərirlər. Eldar. Eldar. Afaq. Təxminə. Təxminə saat çəkim. Mahir, idmanla məşğul olursunuz, Hal-hazırda yox. Səhər amma idmançı olmusunuz. olmuşam. Yəqin yüngül atletika ilə məşğul olmusunuz. Yox. Güləşlə. Güləşdən başqa heç bir idman növü ilə maraqlanmamısınız. Bir də basketbol. Elə yəqin ona görə həndbolla basketbolu səhv salmısınız. Əlişiri necə başqa oyunçuları səhv salmamısınız? Ayda. Onda izah eləyin niyə onu qovursunuz? İnsan həyəcanlananda çox enerji itirir. Bir mühafizəçi kimi də Əlişirə həyəcanlanmaq olmaz. Bu qədər pul qazanmaq üçün enerji itirməyə dəyər. O da bilir. Təxminəm, dediniz ki, bioloqsuz. Onlar nə ilə məşğul olurlar? Bioloqlar biologiyanın bir çox sahəsi var, bildiyiniz kimi. Deməli siz bayaqdan bəri bioloq demək istəyirdiniz. Bəli. Mən də səndən düşünə bilirsən bu bioloq nə olan şeydir? İndi bildiniz. Yaxşı ki dediniz. Elə siz də bildiniz, nəhayət ki. Oy, işdəyim nəsə soruşsan eşidə bilmirəm emmi. Okey, sən işdəsən usta, problem yoxdur. Çıx ki, zartqan getməsin. Sadəcə bank sözlü demədi. Ona görə birinci. İkincisi də ki, mühafizəçilər daim iş başında olmalıdırlar. Təxminən bura gələn oyunçuların hər kəsin bir məşğuliyyəti və bir işi var. Və hər kəsin öz iş yerində lazımlıdır. Siz niyə Əlişirə yol göstərirsiniz ki, işə qayıtsın? Mənim fikrimdir. Bəlkə siz düşünürsünüz ki, o qədər də lazımlı bioloq deyilsiniz və o səbəbdən bura gəlmisiniz. Lazımlıyam. Bunu hiss edirəm. Bunu oyun göstərir. Əlişir, əvvəla təxminə sözünü yazmaq öyrənin. Bir də bilsəydiniz, heç bura gəlməzdiniz. Ən zəif bənd sizsiniz. Xudafız. Təxminə yazmayıb da i yazıb. Təxminə. Gəlməzdiniz. Ən zəif bənd sizsiniz. Xudafız. Mənim barəmdə olan qərar haqlı idi, ədalətli idi. Komanda həqiqətən də düzgün qərar verdi və arzum budur ki, bu ədaləti sonadək saxlaya bilsinlər və şeytana uyub haqsızlıq eləməsinlər. Hayda. İkinci raund, siz banka 475 manat qoya bilmişsiniz. Bu məbləğ üçün 1000 manat ola bilərdi. Qaqa, niyə donursan? 8 iştirakçı qaldı. Bu raunda vaxtınız 10 saniyə azalır və biz ona keçən raundun ən güclü bəndindən başlayırıq. Eldar, Eldarla. bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Eldar, marinat şorabadır yoxsa mürəbbə? Şoraba. Düz deyil şoraba. Təxminəm. Hər iki tərəfi boyunca ağac əkilən yol necə adlanır? Cığır. Düz deyil xiyaban. Talih. Seytnotda olana nə azlıq edir? Vaxt yoxsa pul? Vaxt. Düzdür. Xalidə. Daşkənddən əvvəl Özbəkistanın paytaxtı hansı şəhər olub? Almatı. Düz deyil Səmərqənd. Əyyub. Mənfi 10 böyüdü yoxsa mənfi 15? 15. 10 Düz deyil böyüdü, mənfi 10. Süleyman. Düzəltdi özünü amma gecikdi. Doyulun dedektiv romanlarının baş qəhrəmanının adı nədir? Artıq Sherlock Holmes Afaq. sənsiz. Yunanca analiz sözü parçalanma deməkdir yoxsa birləşdirmə? Təkrar edin. Yunanca analiz sözü parçalama deməkdir yoxsa birləşdirmə? Parçalanma. Düzdür. Mahir. Bank. Zülümov obrazı hansı filmdəndir? Ayda hansı film idi? Düzdür. Eldar. Hə. Mexaniki qüvvəni ölçən cihaz necə adlanır? Dinamometr yoxsa xronometr? Dinamometr. Düzdür. Təxminə. Bank. Lalələr mahnısının ilk dəfə hansı korifey müğənni ifa edib? Rəşid Behdur. Düzdür. Talih. Kərkəs ilandır yoxsa quş? İlan. Düz deyil quş. Xalidəm. Misirlilər hansı çaya Əlbəhr deyirlər? Pas. Nil çayına. Əyyub. Əfsanə şifahi xalq ədəbiyyatının epik növüdür yoxsa lirik?
Epik. Düzdür. Süleyman. Rusiya prezidentinin iqamətgahı necə adlanır? Kreml. Düzdür. Afaq. Kakao subtropik bitkidir yoxsa tropik? Tropik. Düzdür. Mahir. Bank. Yasir Ərəfat hansı xalqın lideri olub? Fələstin xalqı. Düzdür. Eldar. Bank. Bunlardan hansı tibbi termindir? Allergiya yoxsa allegoriya? Allergiya. Düzdür. Təxminən. Bank. Azərbaycan filminin adını tamamlayın. Asif Vasif. Ağasif. Düzdür. Talih. Kompasın əqrəbini maqnitdən düzəldirlər yoxsa ebonitdən? Bonitdən. Düz deyil, maqnitdən. Xalidəm. Ən böyük zaman ölçü vahidi hansıdır? Saat. Düz deyil, Eram. Əyyub. Süveyş kanalı şimal yarımkürəsindədir yoxsa cənub? Cənub. Düz deyil, şimal yarımkürəsində. Süleyman. Azərbaycan Dövlət Neft Akademiyası hansı metro stansiyanın yaxınlığındadır? 28 may. Düzdür, Afaq. Bank. Vərdənə elə dam qırlayırlar yoxsa yol hamarlayırlar? Yol hamarlayırlar. Düzdür, Mahir. Bank. Kenguru yeni doğulmuş balasını harda bəsləyir? Hissəsində. Düzdür, Eldar. Çox yaxşı Benedikt gedirlər. Spinoza filosof olub yoxsa riyaziyyatçı? Filosof. Düzdür, təxminən. Bank. Yaxın Şərqin hansı ölkəsi Avropa ilə Asiya arasında körpü rolunu oynayır? Pakistan. Düz deyil, Türkiyə. Talih. Axundovun Aldanmış Kəvakib əsəri povesti yoxsa dram? Dram. Vaxt bitdi, düzgün cavab povest. Və siz bu raundda banka yalnız 325 manat qoya bildiniz. Bu məbləğ isə 1000 manat olan bilərdi. Kimin üçün çərxi fələk tərsinə dövran edir? Komandanı pis günə qoyan kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Statistik nəticələrə əsasən güclü bənd Mahirdir. Heç bir suala doğru cavab verə bilməyən Xalidə isə raundun zəif bəndidir. Bəs gəlin görək, veriləcək qərardan sonra kimin adı oyunda son dəfə çəkiləcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Talih. 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 Oydu. Salih. Talih. Xalidə. Eldar. Talih getdiniz. Eldar, Talihi niyə qovursunuz? Mən müəlliməm. Mənim vəzifəm odur ki, ancaq biliyə görə fərqləndirim insanları. Talih də bu oyunda çox zəif çıxış elədi. Ona görə də mən onun adını yazdım. Eldar, axı Talih heç raundun zəif bəndi deyil. Ola bilər. Ola bilər, yox siz bayaqdan danışırsınız ki, mən biliyə qiymət verirəm. O bir neçə Hayda. suala cavab verəmədi. Mən Az qala sizə inanacaqdım. Belə diqqətli siz ona görə zəif bəndi seçin. elə O ən ki qaldı hansı suala cavab verməməyə, siz özünüz də bir sual düzgün cavab verməmisiniz. düzdür. Əyyub, Düzdür. dediniz ki yazıcısınız. Nə yazırsınız? Əsasən roman, povest və dramaturgiya ilə məşğul oluram. Arada da hekayələr yazıram. Çap olunursunuz. Bəli, 4 kitabım var, tamaşalarım Sumqayıt teatrında, Gənclər teatrında, Akademik teatrın səhnəsində gedib. Deyin görə lövhədə nə yazmısınız? Talih yazmışam, bir sağ ol yazmışam. Sonra da bir deyim var, meymun baxar güzgüyə, adını qoyar özgüyə. Yəni ən zəif bənd mənəm, mən bunu etiraf edirəm. İndi yaxşı, Talih meymundur yoxsa Yox, güzgü? əksinə mənəm. Siz meymunsuz. Belə çıxır da, adımı özgəyə qoymağa məcburam, çünki öz adımı özümə qoya bilmərəm bu oyunda. Talih, taleyinizlə barışın. Barışın. Ən zəif bənd sizsiz. Xudafiz. Mən 4 sualdan birinə cavab verdim. Baxmayaraq ki, yanımda oturan Xalidə ümumiyyətlə heç bir suala cavab vermədi. Zəif bənd kimi onu seçmək olardı. Bunu etmək olar. Yoldaşlarım məni zəif bənd kimi qəbul etdilər. Mən onların qayğılara tam razılaşıram. Onlara da uğurlar arzu edirəm. Heç birindən incimirəm. Sağ olsunlar. Xudahafiz. Üçüncü raund. Siz banka 800 manat qoya bilmişsiniz. Bu məbləğ isə 2000 manat ola bilərdi. 7 iştirakçı qaldı. Bu raunda vaxtınız 10 saniyə azalır. Və biz ona keçən raundun ən güclü bəndindən başlayırıq. Mahir, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Mahir, Rusiyada istehsal edilən Qaz-31 markalı avtomobilin adı hansı çayın adı ilə eynidir? Volga. Volga. Düzdür. Eldar, qrafit mineral yoxsa kimyəvi element? Mineral olmalıdır. Mineral. Düzdür. Təxminən. Feyxuanın yetişmiş meyvəsi hansı rəngdə olur? Yaşıl. Düzdür. Xalidəm, Bank. Niagara şəlaləsi hansı materikdə yerləşir? Şimali Amerikada yoxsa Cənubi Amerikada? Şimali Amerikada. Düzdür. Əyyub,
Bank. Andrey Shevchenko hansı ölkənin futbol üzrə yığma komandasında çıxış edir? Ukraynanın. Düzdür. Süleyman. Morze əlifbası nöqtə ilə tirələrdən ibarətdir, yoxsa nöqtə ilə vergüllərdən? Tire. Nokta ile tirelerden. Düzdür. Afaq. Tire. Sovet ölkələrinin 1991-ci ildə yaratdıqları təşkilatın adı nədir? SSR. Fikirləşmə, pas ver. MDB. Düzdür. Mahir. Hmm. Anna Karenina romanı Lev Tolstoy yazıb, yoxsa Aleksey Tolstoy? Lev Tolstoy. Düzdür. Eldar. Bank. Xəzri kürəyi hansı yarımada üçün xarakterikdir? Abşeron. Düzdür. Təxminən. Bank. Porsukların yuvası yerin altında olur, yoxsa üstündə? Altında. Düzdür. Xalidə. Qatar keçən zaman şosсе yolunu müvəqqəti bağlayan tir necə adlanır? Pas. Şlagbaum. Əyyub. Balal məndə boğaz yoxsa körfəz? Körfəz. Düz deyil boğaz. Süleyman. Oksigen kimyəvi elementi hansı hərflə işarə olunur? H. Düz deyil o hərfi ilə. Afaq. Bank. Qıcılara ayı döşəyi deyirlər, yoxsa arı döşəyi? Ayı döşeği. Düzdür. Mahir. Bank. Smoking sözünün hərfi mənası nədir? Kostyum. Düz deyil siqaret çəkmək. Eldar. Komedi fransız dram teatrıdır, yoxsa opera? Opera. Düz deyil dram teatrı. Təxminən. Orta əsr İtalyan alimi Bruno'nun adı nə idi? Pas. Giordano Bruno. Xalidə. Pamatka konfet növüdür, yoxsa un məmulatı? Konfet növü. Düzdür. Əyyub. Bank. İçindəki ərzağın temperaturunu dəyişməz saxlayan qaba nə deyirlər? Soyuducu. Düz deyil termos. Süleyman. Cah-Cəlal sözü defislə yazılır, yoxsa defissiz? Defisle. Düzdür. Afaq. Bank. Adriatik dənizi hansı okeana aiddir? Şimal Buzlu Okyan. Düz deyil Atlantik okeana. Mahir. Dao hərbi gəmidir, yoxsa ticarət gəmisi? Necə? Dao hərbi gəmidir, yoxsa ticarət gəmisi? Ticarət gəmisi. Düzdür. Eldar. Kəbin kəsilən zaman bəylə gəlindən Az sonra qoydular. qeydiyyat kitabına daha kimlər qol çəkir? Şahidlər. Onların qohumları. Bitti. Düzgün cavab şahidlər. Və siz Brauntə banka yalnız 325 manat qoya bildiniz. Bu məbləğ isə 1000 manat ola bilərdi. Xəbərdarlığı bu qulağından alıb, o biri qulağından ötürən biveç kimdir? Kim gözü lövhələrdə, qulağı səsdə komandanın qərarını gözləyir. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Əyyub Yenə zəif şəkil bənd. çəkir orada. Statistikaya əsasən raundun güclü bəndi Mahirdir. Bəs komandanın gözünə ən zəif görünən kimdir? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Təxminən. Bu nə yazma? Halide. Əlvida yazıb yenə. Halide. Kitab. Xalidə. Xalidə. Oy, daha Xalid. Xalidə. Süleyman. Eldar, seçiminizi izah edin. Xalidə zəif cavab verdi. Mən bayaq necə demişəm, yalnız biliyə görə fərqləndirirəm. Bir də bank. Eldar, demək istəyirsiniz ki, Xalidə Brown zəif bəndidir. Mən elə gəlir. Mən bir daha sizin nəzərinizə çatdırım ki, siz yenə də belə keçən raundda olduğu kimi səhv edirsiniz. Hayda. Xalidə heç də Brown zəif bəndi deyildi. Təxminən 2 raundda dalbadal Xalidənin adını yazırsınız. Qaralamısınız onu. Xeyr. Bəs problem nədədir? Problem ondadır ki, Xalidə bank demir, yığılan məbləğləri banka qoymur. Amma suallara düzgün cavab vermək banka pul qoymaqdan daha vacibdir. Siz də ki, bununla heç cür fəxr edə bilməzsiniz. Ay. Siz də ki, qaldı banka pul qoymağa. Xalidə sizdən qat-qat çox məbləğ yığa bilib. Xalidə, Əyyubdan başqa hamı belə düşünür ki, ən zəif bənd sizsiz. Xudafiz. Komanda yoldaşlarıma uğurlar arzu edirəm və arzu edirəm ki, növbəti raundda ən zəif bəndi doğru müəyyən edə bilsinlər. Çünki mənə qarşı bu oyunda haqsızlıq elədilər. Zəif bənd olmadığım halda məni oyundan kənarlaşdırdılar. Əyyuba da demək istəyirəm ki, möhkəm olsun, bu pulları o aparmalıdır. 4-cü raund. Siz banka 1125 manat qoya bilmişsiniz. Bu məbləğ isə 3000 manat ola bilərdi. 6 iştirakçı qaldı. Bu raundda vaxtınız 10 saniyə azalır və biz önə keçən raundun ən güclü bəndindən başlayırıq. Mahir, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Mahir, malakologiya süddən bəhs edir, yoxsa molluskalardan? Molluskalar. Düzdür. Eldar,
O, Azərbaycanın düzənlik çaylarında daşqın ilin hansı fəslində baş verir? Yaz. Düzdür. Təxminən. Bank. Bu səyyahlardan hansı aristokrat olub? Fernand Magellan yoxsa Kristofor Kolumb? aristokrat. Düzdür. Əyyub. Bank, Futbol üzrə dünya çempionatını hansı beynəlxalq təşkilat keçirir? FIFA, Düzdür. Süleyman. Bank. Liver keçmişdə Almaniyanın pul vahidi olub yoxsa Fransanın? Almanya. Düz deyil, Fransanın. Afaq. Səməd Vurğun hansı şeiri çox keçmişən bu dağlardan misrası ilə başlayır? Pas. Azərbaycan. Mahir. İmzanın yaxud əl yazmasının dəqiq çıxarılmış sürəti necə adlanır? Faks yoxsa faksimilə? Faksimilya. Düzdür. Eldar. Bank. Ulduz filmində hansı Amerikan rəqsinin adı çəkilir? Caz. Düz deyil, Charleston. Təxminən. Kür Araz ovalığı dəniz səviyyəsindən aşağıda yerləşir yoxsa yuxarıda? Aşağıda. Düzdür. Əyyub. bank, Düzbucaqlının tərəflərinin uzunluğunun cəminə nə deyirlər? perimetri, Düzdür. Süleyman. Bank. Qamış çoxillik bitkidir yoxsa birillik? Çox illik. Çoxillik. Düzdür. Afaq. Bank. John Lennon hansı məşhur musiqi qrupunun üzvü idi? Beatles. Düzdür. Mahir. Bank. Krom qara metaldır yoxsa əlvan? Əlvan mesaj. Düzdür. Eldar. Bank. Triest şəhəri hansı ölkədədir? İtalya. Düzdür. Təxminən. Bank. Cütdırnağlılar ot yeyən heyvanlardır yoxsa ət yeyən? Ot. Ot yeyən. Düzdür. Əyyub. bank, Qrammatikanın hansı bölməsi cümlə quruluşunu öyrənir? leksika, Düzdür. Sintaksis. Süleyman. Natalya Nikolayevna Pushkin həyat yoldaşı olub yoxsa Lermontovun? Pushkin. Düzdür. Afaq. Bank. Hansı kinostudiyanın markası fəhlə və kolxozçu figurlarından ibarət abidədir? Mosfilm. Düzdür. Mahir. Bank. Keçmiş Çexoslovakiyada sadəcə çexlər çoxluq təşkil edirdi yoxsa Slovaklar? Çexlər. Düzdür. Eldar. Bank. Nizaminin Bəhramnamə poemasının digər adı nədir? Pas. 7 Pas. gözəl. Təxminən. Tonlu sözün hərfi mənası nə deməkdir? Gərginlik yoxsa sərbəstlik? Gərginlik. Düzdür. Əyyub. bank, İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri filmində dəfninə hansı heyvan ayaqları altında bastırılmışdır? şirin, Düzdür. Süleyman. Bank. Bunların hansında müəllif təxəllüs... Vaxt bitdi və mən sualı sonuna qədər səsləndirə bilmədim. Və siz bu rauntda banka yalnız 425 manat qoya bildiniz. Bu məbləğ isə 1000 manat ola bilərdi. Kimin növbəti raunda çıxmağa ümidi qalmayır? Oyun boyu səhv cavabları ilə hamını bezdirən kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Statistikaya görə təxminə güclü bənddir. Raundun zəif bəndi isə Eldardır. Bəs gəlin görək, bu səs vermə oyunçulardan hansı üçün sonuncu olacaq? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. təxminə, Eldar. Eldar sağ ol. Eldar. Təxminə. Apa. Əyyub. Təxminə Səs vermə keçiş göndərirlər. ilə nəticələndi. Təxmin eləyənlərin hər birinə 2 nəfər səs verib. Mahir, buyurun siz izah eləyin. Nəyə görə təxminə? Bizi təxminə öz həyəcanından bioloji varlıqların stresini daha da artırır. Mən hesab edirəm ki, getsə daha yaxşı olur. Afaq, siz nə evləri yazmısınız? Necə deyirlər, iki qoçun başı bir qazanda qaynamaz. O mənim kolleqamdır. Müəllimə, yəni ki, müəllimi başa düşər. İstəməzdim, amma Amma deyirlər bir baş yaxşıdır, 2 başsa əladır. Təxminəm, Hayda. raundun güclü bəndi sizsiz. Oyunun qaydalarına görə kimin oyunu tərk edəcəyində siz müəyyən edirsiniz. Xatırladım ki, seçiminizi dəyişməlisiniz, amma özünüzü seçə bilməzsiniz. Beləliklə seçiminiz Eldar. Eldar. Komanda bu dəfə sizi seçdi. Ən zəif bənd sizsiz. Xudafiz. Round özüm də bilirəm ki, zəif oynamışam. Amma komandada məndən zəif oyunçular, məsələn, Afaqı çıxartmaqla komandaya daha çox xeyir ola bilərdi. Ümumən mən komandanın qərarından razılaşıram. 5-ci raund. Siz banka 1550 manat qoya bilmişsiniz. Bu məbləğ isə 4000 manat ola bilərdi. 5 iştirakçı qaldı. Bu raunda vaxtınız 10 saniyə azalır. Və biz oyuna keçən raundun ən güclü bəndindən başlayırıq. Təxminən bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Təxminən, qədim Yunanlar hansı mebel əşyasına krabatos deyirdilər? Krabat? Çarpayı. Düzdür. Çarpayı. Əyyub.
Düyünün tərkibində karbohidrat çoxdur, yoxsa zülal? Zülal. Düz deyil karbohidrat. Süleyman, əlkimyaçılıq hansı ölkədə yaranıb? Onu da o. İngiltere'de. Düz deyil Misirdə. Afaq, aktyor Harrison Ford cavanlıqda dülgər işləyib, yoxsa çilingər? Dülgər. Düzdür. Mahir, Bank. Argentinalıların ən sevimli rəqsi hansıdır? Lambada. Düz deyil tango. Təxminəm, Singapur adada yerləşir, yoxsa yarımadada? Yarımadada. Düz deyil adada. Əyyub, Zevs məbədi Yunanistanın hansı qədim şəhərindədir? Afinada. Düz deyil Olimpiyada. Süleyman, brilliantin saç pomadasıdır, yoxsa dodaq? Saç. Düzdür. Afaq, Bank. Puştu və Tacik dilləri hansı dilə daha yaxındır? Fars. Düzdür. Mahir, Bank. bu dövlətlərdən hansının bayrağında qara zolaq var? Estoniyanın yoxsa Efiopiyanın? Efiopiya. Estonya. Düzdür. Təxminən. Bank. Gövdəsindəki halqaların sayı ilə ağacın nəyini müəyyən edirlər? Yaşını. Düzdür. Əyyub, Bank. Əli bəy Hüseynzadə Salyan'da anan olub, yoxsa Saatlıda? Salyanda. Düzdür. Süleyman, biologiyanın orqanizmlə mühitin qarışıqlığı əlaqəsindən bəhs edən bölməsi necə adlanır? Pas. Ekologiya. Afaq, ançoz xırda balıqdır, yoxsa nəhəng? Xırda. Düzdür. Mahir, Bank. ədəbiyyatşünaslıqda xatirə janrının digər adı nədir? Memuar. Düzdür. Təxminən. Qoşun. Heroqliflər ideografik yazıya aiddir, yoxsa piktoqrafik? Piktografik. Düz deyil, ideografik. Əyyub, səhnəyə çıxmazdan qabaq aktyorun rola uyğun makiyaj etməsinə nə deyirlər? Grim. Düzdür. Süleyman, makaka hansı məməli heyvanın cinsidir? Meymun. Meymun. Düzdür. Afaq, İndibaq Bank. dövründə İngilis teatrının çiçəklənməsində Bankda da amma hansı getmədi dramaturqun bank. böyük rolu var? Pas. Shakespeare. Mahir, Kislovodsk kurortu hansı mineral suyu ilə məşhurdur? Yesentuki. Düz deyil, Narzan. Təxminən. Vaxt bitdi və siz bu raundda banka 175 manat qoya bildiniz. Bu məbləğ isə 1000 manat ola bilərdi. Raunddan raunda xərçəng kimi geri gedən kimdir? Kimin biliyi tuş qatıq kimi qaynamağa başlayır. Siz Zor buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Güclü bənd afaqdır. Çünki o daha çox suala doğru cavab verib. Əyyub isə zəif bənddir. Bəs gəlin görək oyunçuların verəcəyi qərar statistikaya uyğun olacaqmı? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Mahir. Afak. Afaq. Mahir. Afaqı niyə yazılır? Təxminən. Olar. Ola bilər. Süleyman. Afaq, Mahir sizə nə eləyib? Heç nə. Bəs niyə adını yazmısınız? Sadəcə açığı seçim qarşısında çox çətinlik çəkdim. Kim ilə kimin arasında çətinlik çəkdiniz? Süleyman və Mahirin arasında. Mahirə niyə üstünlük verdiniz? Düşünürəm ki, biraz kök insandır, dincəlməyə məsələn. Amma Mahir heç də bu raundun zəifi deyildi. Əyyub, bu dəfə həqiqətən də güzgüyə baxıb adınızı özgəyə qoymusunuz. Doğrudur. Mahiri niyə seçmisiniz? Çünki mənim başım möhkəm ağrıyır, bəlkə ağrıyır, mənim həkimə böyük ehtiyacım var. Yəqin ki, biraz da mən də onun yanında olacağam və o mənim müalicəmlə məşğul olacaq. Əminsiniz ki, Mahirin reaksiyası məhz belə olacaq? Mən elə gəlir ki, həkimdir o, Hipokrat andıcı, başqa bir ola bilmir. Mahir, Afaqla Əyyub canfəşanlıqla sübut etməyə çalışırlar ki, ən zəif bənd sizsiz. Xudafiz. Belə. Bilirsiniz, xoflu insan xain olur. O el məsələdir. Həyatdır. Hər şey ola bilər. Özümü heç də zəif bənd hesab etmirəm. Çünki mənim intellektual səviyyəm oyunda iştirak edən oyuncuların hamısından daha da güclüdür. 6-cı raund. Siz banka 1725 manat qoya bilmişsiniz. Bu məbləğ isə 5000 manat ola bilərdi. 4 iştirakçı qaldı. Bu raundda vaxtınız Ne kadar daha kaldı? 10 saniyə azalır. Və biz oyuna keçən raundun ən güclü bəndindən 15 dəqiqə var elə. Afaq, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Afaq, musiqidə ritm və takt ölçən cihaz necə adlanır? Pas. Pas. Metronom. Təxminəm, Latıncadan tərcümədə avqust sözünün mənası nədir?
Pas. Müqəddəs. Əyyub. Son hesablamalara görə yer kürəsində neçə milyarda yaxın insan yaşayır? Pas. 6 milyarda. Süleyman. o vaxt 6 Şair milyar. Əhməd Cavadın soyadı nədir? Pas. Axundzadə. Afaq. Mongoloid irqi Asiyadan başqa daha hansı qitədə yayılıb? Pas. Amerikadan. Təxminən. London polisinin mərkəzi idarəsi necə adlanır? Pas. Scotland Yard. Əyyub. Göy qurşağının neçə əsas rəngi olur? 7. Düzdür. Süleyman. Bank. Steffi Graf idmanın hansı növündə olimpiya çempionu olub? Tenis. Düzdür. Afaq. Bank. Norveçin paytaxtı hansı şəhərdir? Of, pas. Oslo. Təxminən. Azərbaycanda simfonik muğam janrının yaradıcısı hansı bəstəkardır? Üzeyir Hacıbəyov. Düzdür. Fikrət Əmirov. Əyyub. İri həcmli əsərin ixtisarla nağıl olunmasına nə deyirlər? Məzmunu. Düzdür. Parafraz. Süleyman. Görüş yerini dəyişmək olmaz filmində Vladimir Konkin hansı rolu oynayıb? Şarapov. Düzdür. Afaq. Suyun Onlar duzluluğunun oldu. ölçü vahidi nədir? Hə, olmadı. Natrium. Düzdür. Promilli. Təxminən. Qaratki oyununun aksesuarları nədən düzəldilir? Taxtadan. Düzdür. Əyyub. Bank. Ay səthində dağların olmasını kim kəşf edir? Pas. Qaliley. Süleyman. Buram çox 1965-ci ildə söylənir. fəaliyyətdə başlamış alüminium zavodu Azərbaycanın hansı şəhərindədir? Sumqayıt. Düzdür. Gəncədə. Afaq. Meymun, ulaq, keçi və ayı Krılovun hansı təmsilində çalğı ansamblı yaratmaq istəyirdilər? Kvartet. Düzdür. Təxminən. Bank. Fayton sözü hansı dildən götürülüb? Hansı Bax, dildə? bitdi, düzgün cavab fransız dilindən və siz bu raundda banka yalnız 100 manat qoya bildiniz. Bu məbləğ isə 1000 manat ola bilərdi. Komanda növbəti raundun qapılarını kimin üzünə bağlayacaq? Zəhmət çəkmədən ləzzət görmək istəyən kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Ötən raund güclü bənd olmuş Afaq indi zəif bənddir. Bu raundun güclü bəndi isə Süleymandır. Bəs görək oyunu tərk etmək növbəsi kimindir? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Afaq. Təxminən. Süleyman. Afaq. Əyyub, doğrudan da başınıza nəsə olub? Çünki öz peşənizə aid olan suallara belə cavab vermə iqtidarında deyilsiniz. Olur, bəli. Doğrudan da olub etiraf edirəm. Başıma nəsə olub. Buradan çıxandan sonra mütləq bir çarə qılın. Mahir gözləyir məni. Əyyub, Mahirə çox ümid olmuyor. Çarə bilsəydi öz başına qılardı. Təxminən, maraqlıdır. Siz Afaqın oyunu haqqında nə düşünürsünüz? Mən pis bir şey fikirləşmirəm bu haqda. Amma bu raundda doğrudan da bütün komanda zəif oynadı. O cümlədən də siz. Bəli. Kiminsə adını yazmalıydım. Bəlkə daha tutarlı bir cavab verəsiniz. Məncə mənimlə eyni səviyyədə, yəni zəif çıxış etdim. Hər şey aydındır. Afaq, ən zəif bənd sizsiz. Zəif. Qeyd etmək istərdim ki, oyun nəticələrinə görə məndən daha zəif oyunçular var idi, məsələn təxminən. Və ümid edirəm ki, gələn raundda növbəti çıxan oyunçu təxminən olacaq. 7-ci raund. Siz banka 1825 manat qoya bilmişsiniz. Bu məbləğ 6000 manat ola bilərdi. 3 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır. Və biz oyuna keçən raundun ən güclü bəndindən başlayırıq. Süleyman, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Süleyman, planimetriya hansı elmin bölməsidir? Astrologiya. Düz deyil, həndəsənin. Təxminən, yazıcı Ernest Hemingway neçənci dünya müharibəsinin iştirakçısı olub? 3-cü. Düz deyil, 1-ci dünya müharibəsi. 3-cü dünya müharibəsi? Tuncu ilk dəfə hansı qitədə emal ediblər? Asiyada. Düzdür, Süleyman. Bank. Azərbaycan dilində neçə səsin böyük hərfi yoxdur? 2. Pas. 2 səsin. Təxminən, Gürcü müğənnisi Briqvadzının adı nədir? Pas. Nanim. Əyyub. Almaniyanın dövlət rəmzi hansı yırtıcı quşdur? Qartal. Düzdür, Süleyman. Bank. Antik dövrün hansı filosofu Olimpiya oyunlarının yumruq döyüşündə iştirak edib?
Sokrat. Düzdür, təxminən. İngiltərə və Fransanın birgə istehsal etdiyi səsdən sürətli sərnişin nəqliyyatı necə adlanır? Qatar. Düz deyir, Concorde, Əyyub. Qanın tərkibindəki hansı maddə orqanizmi xəstəlik törədən mikroblardan qoruyur? Dəmir. Düz deyil, leykositlər, Süleyman. Kürdaşı adası hansı dənizdədir? Pas. Xəzər dənizində. Təxminən 1999-cu ildə mini futbol üzrə ilk Avropa çempionatında hansı ölkə qalib olub? Pas. Pas. Rusiya. Əyyub. Hansı canlını serpentaridə saxlayırlar? Pas. İlanı. Süleyman. Azərbaycan şairi Almas İldırım hansı ölkədə vəfat edib? Türkiye'de. Düzdür, təxminən. Pas. Hansı sözün Pas mənası nədir? hava limanı deməkdir? Aeroport. Düzdür, Əyyub. Bank. Birinci Pyotr Baron titulunu hansı millətin zadəganları üçün təsis etmişdir? Alman. Düzdür, Süleyman. Bank. Neft və Milyonlar Səltənətində filmi hansı yazıçının eyni adlı əsəri əsasında çəkilir? Pas. Vaxt bitdi. Düzgün cavab İbrahim bəy Musabəyevin. Və siz bu raundda banka yalnız 125 manat qoya bildiniz. Çox Bu məbləğsə 1000 pis. manat ola bilərdi. Yoldaşlarının kölgəsində gizlənib finala çıxmaq istəyən kimdir? Kiminlə haqq hesabı çürütməyin əsl vaxtıdır. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Son səsvermə ərəfəsində Əyyub Afaq raundunu yazır var. bitirib, təxminə isə zəif bəndidir. Bəs gəlin görək Yəni veriləcək təxminə son yazır, qərar afaq yoxdur. hansı oyunçunu finalda yarışmaq şansından məhrum edəcək? Səsvermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Təxminə. 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 Son veda. Süleyman. Əyyub, elə ki istəyirdim deyim başınız düzəlib, amma lövhənizə baxdıq gördüm ki, hələ də bəzi əlamətləri qalıb. Bəzi yox, çox əlamətləri qalıb. Bu yəqin ki oyunun sonuna qədər məni izləyəcək. Təxminən niyə çıxarırsınız? Təxminə bir qədər zəif bənddir və oyunun əvvəlindən də yəni bu mənim içimdə olan bir fikir olub. Həmişə yəni çox istəmişəm ki Süleymanla finala qalam. Süleymanla qalmaq istəyən nədən doğdu? Oyunun əvvəlində Süleyman mənə yaxşı intellektual təsir bağışladı, yəni ona görə intellektli bir adamla finalda oynamaq istəyərdim. Süleyman, siz seçiminizi izah edin. Təxminə bioloqdur. O da bilir ki, təbiətdə də hər zaman zəiflər məğlub olur. Güclü olanlar hər zaman qalır. Demək istəyirsiniz ki, iri balıqlar xırda balıqları yeyir. Bəli. Təxminən, 3-cü Dünya müharibəsi olmayıb. Heç olmasın da. Ən zəif bənd isə sizsiz. Xudafiz. Bu gün ad günüm idi. Mən Ayda! bu oyunda qalib gələrək bunu öz ad günümə hədiyyə etmək istəyirdim. Aga! Amma çox təəssüflər olsun ki, alınmadı. Komanda yoldaşlarıma uğurlar arzulayıram. 8-ci raund. Siz Aga! banka 1950 manat qoya bilmişsiniz. Bu məbləğ isə 7000 manat ola bilərdi. Nəhayət 2 iştirakçı qaldı. Bu raundda cəmi 90 saniyəniz var. Sizin bu raund udacağınız hər hansı məbləğ 2 qat artırılacaq və ümumi uduşa əlavə olunacaq. Toplanan məbləğ son uduş fondu olacaq. Bu raundda da keçən raundlarda olduğu kimi 1000 manat oynanılır. Bu o deməkdir ki, sizin bu raundda 2000 manat udmaq imkanınız var. Və biz oyuna keçən raundun ən güclü bəndindən başlayırıq. Əyyub. Bu sizsiz. Əyyub Zəif dedi. bənd oyununa davam edirik. Vaxt getdi. Əyyub, ketçupun vətəni hansı ölkədir? İtaliya. İtaliya. Düz deyil İngiltərə. O. Süleyman, Taras Bulba hansı Rus yazıçısının əsəridir? Taras Grigorich Shevchenko'nun. Düz deyil Gogolin. Əyyub, Göygölün əmələ gəlməsi səbəb olan zəlzələ neçənci əsrdə baş verir? 19. Düz deyil 12-ci əsrdə. 12. Süleyman, bəstəkar Qara Qarayevin Zəncilərin azadlıq mübarizəsindən bəhs edən baleti hansıdır? Yıldırımlı yollar. Düzdür, Əyyub. Limpopo çayı hansı materikdədir? Avropada. Düz deyil Afrikada. Süleyman, Ayda. ən sürətli uçan quş hansıdır? Kalibr. Pas. Şahin. Şahin. Əyyub, rəssam Vincent van Gogh milliyyətçi kim idi? İtalyan. Düz deyil Holland. Süleyman, məişətimizdə işlənən qoz bitkisini ruslar hansı ölkənin adı ilə bağlayırlar? Pas. Yunanistan. Əyyub, 1937-38-ci illərdə Süleyman Rüstəm hansı teatrın bədii rəhbəri olub? Musiqili dram. Düz deyil Azərbaycan Dövlət Dram Teatrının. Süleyman, Rusiya Federasiyası tərkibindəki yeganə muxtar vilayət hansıdır? Tataristan. Düz deyil Yəhudi. Əyyub,
Məğlub Edilməz adlı Amerika filmində John McClane rolunda hansı Hollywood aktyoru çəkilib? Heç Pas. Pas. Bruce Willis, Süleyman. Qədim Roma legionerləri qalstukdan nə üçün istifadə edirdilər? Pas. Soyuqdan qorunmaq üçün. Əyyub, hansı incəsənət peşəsinin adı fransızca idarə edirəm deməkdir? Rejissor. Düzdür, Süleyman. Bank. Fiji dənizi hansı okeandadır? Sakit. Düzdür, Əyyub. Bank deyərdim də o. Vaxt bitdi və siz bu raundda banka yalnız 25 manat qoya bildiniz. Biz bu məbləği ikiyə vurub əvvəlki raundlar uduşlarına əlavə edirik. Bu o deməkdir ki, bugünkü uduş fondu 2000 manatdır. Sizdən biriniz bu pulları aparacaq. İndi siz bir-birinizə qarşı oynayacaqsınız. Mən sizə 5 cüt sual verəcəm. Düzgün cavablarınız sayı daha çox olan oyuncu qalib gələcək. 5 cüt sualdan sonra hesabı çəki olarsa, biz qalibi müəyyənləşdirənə qədər oyunu davam edəcəyik. Beləliklə siz Eyyub və siz Süleyman zəif bənd oyununa davam edirik. Süleyman, keçən raundun güclü bəndi sizsiz. Oyunun qaydalarına görə kimin birinci cavab verəcəyini də siz müəyyən edirsiniz. Mən. Süleyman, İstiqlaliyyət küçəsindəki bu binanı Musa Nağıyev vaxtsız vəfat etmiş oğlunun şərəfinə tikdirib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin yerləşdiyi bu bina el arasında hansı adla tanınıb? Pas. Düzgün cavab İsmailiyyə. Əyyub, bu bina 1911-ci ildə Fransız gotikası üslubunda memar Plaşkonun layihəsi üzrə tikilib. Venesiyada gördüyü sarayın oxşarı olan həmin tikili milyonçu Murtuza Muxtarovun həyat yoldaşına hədiyyəsidir. Bakının mərkəzi küçələrindən birində yerləşən bu bina indi hansı adla tanınır? Tarix muzeyi. Bu düzgün cavab deyil, düzgün cavab Səadət Sarayı. Hə, Səadət Süleyman, Sarayı. mafiyanın həyatından bəhs edən bu film baş rolun ifasına görə 2 dəfə Oscar mükafatına layiq görülüb. Papa. Həmin mükafatı ilk dəfə Marlon Brando, ikinci dəfə isə Robert De Niro alıb. Filmin rejissoru Francis Ford Coppola'dır. Bu möhtəşəm İtalyan filminin adı nədir? Xaç atası. Xaç Bu atasan. düzgün cavabdır. Əyyub, Amerikalı rejissorun çəkdiyi bu film dünyada ən bahalı filmlərdən biridir. Buradakı hadisələr nəhəng sərnişin laynerində baş verir. Ən yaxşı rejissor işi və ən yaxşı film üçün nominasiyaları daxil Titanic. olmaqla 1997-ci ilin ən çox Oscar mükafatına layiq görülmüş bu film hansıdır? Titanic. Bu düzgün cavabdır. Süleyman, bu avtomobil kampaniyası aviasiya mühərrikləri hazırlayan Bavariya Motor Zavodları adı ilə yaranıb. Şirkətin indiyə kimi yaşayan ağ-mavi emblemi təyyarənin propellerini xatırladır. Birinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra avtomobil və motosiklet istehsal edən bu şirkət BMW. necə adlanır? Mercedes. Bu düzgün cavab deyil, düzgün cavab BMW. BMW. Əyyub, bu avtomobil şirkəti Chevrolet, Cadillac, Pontiac markalı avtomobillər istehsal edir. Mənzil qərargahı Detroit şəhərində yerləşən bu kampaniya Amerika Birləşmiş Ştatlarında avtomobil istehsalının 50%-nə nəzarət edir. Söhbət Ayda, hansı yadımdadır. şirkətdən gedir? Lincoln. Bu düzgün cavab deyil, düzgün cavab General Motors. Hə, General Süleyman, Motors. o hərbçi ailəsində doğulub, hərbi xidmətə kapral kimi başlayıb. Titullarından biri İtaliya knyazıdır. 7 illik müharibənin iştirakçısı olan bu şəxs generalissimus rütbəsinə qədər ucalıb. Həyatının 50 ilini hərbi xidmətə həsr etmiş bu Rus sərkərdəsi kimdir? Kutuzov. Bu düzgün cavab deyil. Düzgün cavab Aleksandr Vasilyeviç Suvorov. Əyyub, bu sərkərdə bir adada doğulub, başqa birində vəfat edib. O, dövlət çevrilişi edərək hakimiyyətə gəlsə də sonralar böyük rəğbət qazanıb. Zəhərlənərək öldüyü 150 ildən sonra aşkar edilib. Siyasətçinin ürəyi yox, yalnız başı olur deyən bu sərkərdə kimdir? Napolyon. Bu düzgün cavabdır. Süleyman, əgər siz bu suala düzgün cavab verməsəz, siz uduzacaqsınız. Mühəndis Vladimir Zvarıkin 1931-ci ildə ikonoskopu, yəni elektron şüa borusunu ixtira etdi. Bu kəşf elektrik siqnallarının optik təsirini yaratmaqla yanaşı, gələcəkdə onu kabil və radio siqnalları vasitəsilə uzaq məsafələrə ötürməyə imkan verirdi. Bu ixtiraçını haqlı olaraq nəyin atası hesab edirlər? Kibernetika. Bu düzgün cavab deyil, düzgün cavab televiziyanın. Əyyub, ən güclü bənd sizsiz və 2000 manatla gedirsiniz. Süleyman, siz isə buranı əli boş tərk edirsiniz. Zəif bənd oyununa baxırdınız. Bu sadəcə bir Oyun. Hələlik.
dahi sərkərdə Bonapart Napoleonu təbir edən desək, uğursuzluq dahilərin anasıdır. Bugün də mənim uğursuz günümdür. Oyunun ortalarında mən özümü tam yaxşı göstərə bilməsəm də, oyunun sonlarına yaxın mən, yəni Yaxşı idi, yaxşı idi.